Hər vaxtınız xeyir olsun əziz müəllimlərim. Necəsiz? Hər birinizi salamlayıram. Burada deyir ki, çevrənin radiusunu tapın. Əvvəlcə dəyişənləri qruplaşdıraq, elə deyilmi? X-ları 1, Y-ləri isə 1 yan-yana yığaq. Yəni x-in kvadratı minus 2x-i 1 yan-yana yığaq. Üzərinə gəlinsin y-in kvadratı plus 6y isə 1 yan-yana yığaq. Bərabər eləyək. 15-i də keçidək sağ tərəfə. Tam kvadratı tamamlayaq. X kvadratı minus 2x. Burada bir dənə 1 çatmır. Bura 1 əlavə eləyərəm, amma mən öz başına deyiləm. Ona görə bir dənə 1-i buradan çıxmalıyam. Həmçinin burada bir dəqiqə toplayıram. Y-in kvadratı topla 6y. Burada nə çatmır? Bir dənə 9 çatmır ki, tam kvadratı tamamlasın. Amma mən yenə də öz başına olmadığım üçün buradan da bir 9 çıxıram. Bərabər eləyirəm 15-ə. Bu nəyin düsturudur? X minus 1-in kvadratı üzərinə gəlinsin. Bu nəyin düsturudur? Y plus 3-ün kvadratı. Bu 10 eləyir. Bu tərəfə də keçəndə olur 25. Radiusumuz nəyə bərabərdir? R-in kvadratına bərabərdir də. Radiusumuz bərabər olacaq kökün altında 25-ə, yəni R kvadratı 25-ə bərabərdirsə, R bərabərdir kök altında 25-ə, o da olacaq 5-ə. Bu suala da C variantı yazıb yanaşanlar düz yanaşmışdılar.